Vocabulaire progressif du français, niveau intermédiaire, copyright Clé internationale 2017. Unité 2, la famille, aile. Les liens familiaux, link deməkdir, yəni bağlar, əlaqələr. Familial sözündə cəmidir bu, familiyo, ailə bağları, ailə əlaqələri. Burada ailə ağacını görürsüz. Antoine və Rose, bunlar yəni ki, nənə babadır. Baba nənə. Bunların övladlarının övladları. D'accord. Bruno subaydı, belə başa düşürük. Irène Erik. Erik bunların oğlu kimi Irène evlənib. Onların bir uşağı var, Julie. Marianne bunların qızı olaraq Pierre-la evlənib. Və onların 4 uşağı var. Jérémy, Léo, Anaïs, Sarah, Mathias. Ouais. Alors, Antoine et Rose sont les parents d'Eric, Bruno et Marianne. Antoine ve Rose, Eric, Bruno ve Marianne'ın parents, valideynləridir. Antoine, baba, est leur père, onların atasıdır. Rose est leur mère, onların anası. Rose et Antoine, nene baba, sont mariés, evlidirlər, sonda S var. Antoine est le mari de Rose, Rose'un marisidir, yəni əridir. Rose est la femme d'Antoine. Rose, Antoine'ın arvadı. Femme həm birisi ki, qadın deməkdir, woman, həm də wife deməkdir, yəni ki, arvad, Azərbaycan qanunvericiliyinə görə deyilir. Antoine, ailə məsələsini. Rose et Antoine, yine bu ikisinden danışır, ont 3 enfants, 3 uşaqları var. 2 fils, 2 oğul, Eric ile Bruno, Eric et Bruno, et une fille ve bir qız, Marianne. Fille hem daughter deməkdir, yəni ki, qız övlad, həm də girl deməkdir, yəni ki, qız. D'accord? Eric ve Bruno sont les 2 frères, 2 qardaşdılar. Les 2 frères, yəni ki, artikelin işlənə bilər. Les 2 frères de Marianne, Marianne'ın 2 qardaşıdırlar. Marianne est la sœur d'Eric et de Bruno. Döyünü təkrarlamışıq, fikir verin. Marianne bacısıdır kimin? Eric'in, yəni 2 Eric et 2 Bruno. D'accord? İkisini də 2 işlətmiş. İkisini də 4 işlətmiş. Antoine et Rose ont 6 petits-enfants. Petits-enfants nəvə deməkdir. 6 nəvəsi var. Bunların hamısı. 3 petites filles. Kirələ yazılmağına fikir verin. 3 qız nəvə. 3 petits-fils. 3 də oğul nəvə. Antoine et Rose sont les grands-parents, yəni ki, grandparents. Paternel, yəni ata tərəfdən. De Julie, Julie'nin ata tərəfdən nənə babasıdır, grandparent'dır. Yəni ki, les parents de son père, atasının valideynləridir. Julie'ni gələn tapaq, Julie budur. Julie'nin atası kimdir? Eric. Antoine ve Rose, Eric'in ata-anasıdır. Yəni Julie'nin ata tərəfdən nənə babasıdır. Rose est la grand-mère maternelle de Mathias. Mathias'ın ana tərəfdən grand-mère-idir, yəni ki, nənəsidir. La mère de sa mère, anasının anasıdır. Anneanne deyirlər türklər. Antoine est son grand-père maternel. Yəni əgər ana tərəfdənsə maternel deyirlər, ata tərəfdənsə paternel. Ouais. Irène kim idi? Irène Eric'in arvadı. Irène est la tante de Mathias. Mathias'ın xalası, bibisi, tant, yəni ki, əminin arvadına, dayının arvadına tant deyirlər. D'accord? Tant deyəcəm mən də buna, çünki fərqi yoxdur. Bu Azərbaycan dilində nə bibi demək deyil bu, nə xala demək deyil. D'accord? Onların ümumi adıdır. Ona görə də ya nə bilim, gəlin bacı demək deyil. D'accord? Tant dedik. Irène deməli Mathias'ın tantıdır. Eric est son oncle. Eric onun onkludur. Yəni də dayısı, əmisi ya da bibisinin əri, xalasının əri, hamısı onkeldir. Çünki onkel orada daha çox elə bil bu şeyi bildirir də. Necə deyim? Bir
Mərtəbə o tərəf. Mərtəbə yox, bir paralel o tərəf. Sarah est la nièce d'Eric. Eric'in niyesidir. Yəni ki, bacısının ya da qardaşının qızıdır. Mathias est le neveu d'Eric. Eric'in növüsüdür. Yəni ki, türklər yeğeni deyirlər. Bizim dildə yəni ki, nə vaxtsa olub belə bir söz. Eric'in qardaşının ya da bacısının oğludur, d'accord? Mathias est le cousin ya da germain de Julie. Germain biraz başqa şeydir əslində. Julie est la cousine germaine de Zara. Kuzen, kuzin bu aydın məsələdir. Türklər də deyirlər bunu, ruslar da işlədirlər bu sözü. Bir və kuzen, yəni ki, xala, bibi, dayı, əmi, oğlu, kuzin də qızı. Bir də var germain. Germain də biraz daha uzaqlıq olur. Məsələn, elə bil, məsələn, atanın dayısı nəvəsi ya da nə ananın bibisi nəvəsi, əmisi falan hamısı da eyni. Hə, germain daha çox onlara deyirlər, dəqiq. Bir də ola bilər məsələn bir nənəsi ortaqdır, babası ortaq deyil ya da məsələn çünki yəni orada boşanma olub nəsə də bir ikinci evlilik və s. O germain biraz daha uzaq kuzenlərə deyirlər, dəqiq. Eric est le beau-père de Pierre. Pierre'in beau-père-idir, yəni ki, qaynatasıdır, gözəl ata, yox, beau-frère-dir, père deyil. Nəsil ağacını itirdim. Alors, Eric beau-frère-idir, yəni ki, qaynı, yeznəsi, bilməm nə indi. Bu ümumi adıdır bunun. Frère de sa femme, arvadının qardaşı. Pierre est aussi le beau-frère d'Eric, le mari de sa sœur. Bacısının ərinə də görürsüz, beau-frère deyirlər, fərqi yoxdur. Marianne est la belle-sœur d'Irène. Irène'in qaynanasıdır. La sœur, non, qaynanası deyil. Ouais, sözlərə bax da, niyə? Nəsil ağacını yada salmışdı. Marianne est la belle-sœur, yəni ki, gözəl bacısı, yəni o demək ki, baxaq da, Marianne hardadır, Irène hardadır? Çünki dəqiq adını deyim istəyirəm. Marianne, Irène'in, okey. Ərinin bacısı da elə bil. Ərinin bacısıdır. Bunu nə deyirlər? Baldızı. Yox. Bilməm nəsə. La sœur de son mari, d'accord? Irène est aussi la belle-sœur de Marianne. Irène həmçinin Marianne'ın belle-sœurüdür, yəni ki, la femme de son frère. Qardaşının arvadına da eyni şey deyirlər, d'accord? Antoine et Rose sont les beaux-parents d'Irène. Irène'in beaux-parentlarıdır, yəni ki, qaynatasıdır. Les parents de son mari, ərinin valideynləri. Antoine est son beau-père. Onun qaynatasıdır, beau-père, gözəl atası. Et Rose est sa belle-mère, gözəl anasıdır, yəni ki, qaynanası. Pierre est le gendre d'Antoine. Pierre Antoine'ın gendrıdır. Yəni ki, qızının əridir. Azbində də bunu kürəkən, damat sözü də var bizim köhnə mətnlərdə. Göy deyirlər bəzi rayonlarda. Falan kəsin göy, d'accord? Irène est sa belle-fille, est la belle-fille d'Antoine. Antoine'ın belle-fille'idir, yəni ki, la femme de son fils, yəni ki, oğlunun arvadıdır. Gözəl qızı, yəni ki, gəlini. D'accord? La vie de famille, ailə həyatı. Jean-Louis vit en Australie. Avustralya'da yaşayır Jean-Louis. Il est marié, evlidir. Eva, necə oxunur? Eva bilməm, bu adı heç eşitməmişəm fransızca. Ona evlidir. Aya fikir verirsiniz. Être marié à, kiməsə evli olmaq. D'accord? Eva et Jean-Louis n'ont pas pu avoir d'enfants. Uşaq sahibi ola bilməyiblər. N'ont pas pu, yəni couldn't have kimi də. N'ont pas pu avoir d'enfants, inkarda olduğuna görə artikel düşüb, d'enfants et ont décidé və qərar veriblər d'adopter, décider feili özündən sonra başqa bir feil yerinə de tələb eləyir. Une petite fille, balaca bir qız adopte eləməyə, yəni övladlığa götürməyə. Qızın adı nədir? Une petite fille yazıb, bax. Sonra virgül qoyub qızın adını verir. Lisa. Lisa est leur fille adoptive. Onların adoptiv qızıdır. Yəni ki, onların övladlığa götürülmüş qızıdır. Jean-Louis et Eva ya da Eva, bilməm bu necə, Eva yəqin ki, baxın. Havva sözüdür, bu adıdır. O sont les parents adoptifs de Lisa. Lisa'nın adoptif valideynləridir. Yəni ki, övladlığa götürmüş valideynlərdir. Lisa n'a ni frère, Lisa'nın yoxdur nə qardaşı, ni sœur, nə bacısı.
Elle est fille unique. O unik qızdır. Yəni ki, unik qız övladıdır. Yəni ki, tək evin tək qızıdır. D'accord. Jean-Louis n'a pas vu ses parents depuis plusieurs années. Jean-Louis n'a pas vu, görməyib ses parents, valideynlərini depuis plusieurs années, bir neçə ildən bəri. Il vient en France à Noël. O gəlir Fransaya Noel bayramında, Milad bayramında pour passer, keçirtmək üçün les fêtes, bayramları en famille, ailədə keçirtmək üçün, ailə içərisində. Noel bayramını adətən ailə içərisində keçirirlər Fransada. Ha, burada artıq fikir verirsiniz, Evanın üzərinə aksan qoydular. Böyük olanda, bu böyük ö hərfini yazanda bəzən aksan düşmür. Görünür burada düşməyib, burada düşüb. Eva oxunmalıdır bu. Hə, fera connaissance, faire connaissance tanışlıq eləmək, tanış olmaqdır. Avec, nə işlənir? Sa belle famille, öz belle famille ilə, yəni gözəl ailəsi ilə, yəni ki, öz partnerinin ailəsinə deyirlər belle famille, partnerinin ailəsi ilə tanış olacaq. D'accord? La belle famille de son mari. Jean-Louis a 3 frères aînés. Aîné yaşca böyük deməkdir. Elder deyilir, older. 3 yaşca özündən böyük qardaşı var. Hə, mötərizə yazıb plus âgé que lui, özündən daha âgé, yəni daha yaşlı. Et 2 sœurs cadettes. Bu kade versiyası da var bunun. İngilizcədə işlənir, balaca qız uşaqlarına deyirlər. Mən şahmat yarışlarında görmüşəm, kadet yarışları, balaca qız uşaqları oynayır. 2 sœurs, 2 bacı, balaca bacı, cadet. Plus jeune que lui, cadet o deməkdir. Ouais. Bu ailə daxilində işləyirlər. Bu aîné, cadet, bunlar ailə daxilində işləyirlər. D'accord? 6 enfants, 6 uşaq. En France, Fransada, c'est une famille nombreuse. Bu nombreuse ailədir Fransada, Fransa üçün. Bəzi ölkələr üçün adidir. Nombreuse ailə, biz deyirik çox uşaqlı ailə. Çünki ailənin nombreuse olması üçün başqa necə ola bilər? 2 frères de Jean-Louis, Jean-Louis'nin 2 qardaşı son jumeaux, jumel sözüdür bu. Jumeau'ya çevrilib cəmdə, yəni əkizdir. Ils sont nés, onlar doğulublar le même jour, eyni gündə. Əkiz. Et ses 2 sœurs, onun 2 bacısı, les 2 petites dernières, 2 petites dernières, yəni ki, balacalar, axırıncı balacalar, yəni ki, ailənin balaca axırıncı uşaqları. D'accord? Petit dernier təkdə də ola bilərdi bu. Buradan ikisi də, bunlar da jumel olduğuna görə, jumeau'nun elə ki, cəmi, jumel. Yox, bu da cəmdir onsuz da. Jumeldir bu. D'accord? Jumeau, jumel. Bunlar da əkizdirlər. Ona görə də bunlara petit dernier ikisini bir yerə deyir. D'accord? Son beşiyi. 2 sœurs, 2 bacı, les 2 izah eləyir burada virgüllə. Araya salıb bunu. 2 balaca, son balacalar. Elle aussi, onlar da həmçinin des sœurs jumelles, əkiz bacılardır. Pour l'occasion, bu fürsətlə, l'occasion yəni ki, bu fürsətlə də vurğulayır, bildirir hansı okazyon olduğunu. Pour l'occasion, bu fürsətlə les parents de Jean-Louis, Jean-Louis'nin valideynləri ont invité, dəvət ediblər la famille proche. Famille proche yaxın ailə deməkdir. Yaxın ailəni, yəni bir var ailə özü, bir də var ki, famille proche qohumlarla bir yerdə, proche qohum deməkdir, cəmdə işlənir çox vaxt. Qohumlarla bir yerdə olur famille proche. Ses oncles, dayıları, əmiləri, tante, cousin, germain və s. Ouais. Ils n'ont pas invité, onlar dəvət eləməyiblər. Les parents éloignés, éloignés uzaq deməkdir. Uzaq valideynləri dəvət eləməyiblər. Uzaq valideynləri kimdir? Les cousins de ses cousins, kuzenlərinin kuzenləri. Les parents de son beau-frère, beau-frère-nin valideynləri və s. olur, biraz uzaq düşür. Car ils sont trop nombreux. Çünki onlar çoxdular. D'accord, trop nombreux, çox sayılırlar. En arrivant, gələrkən ya da satarkən, Jean-Louis prend des nouvelles de chacun. Hə, Jean-Louis
prend des nouvelles, xəbər alır de chacun, hər kəsin xəbərini alır. Yəni ki, hər kəsdən xəbər ətar soruşur. L'un de ses frères soruşur deyəndə demande soruşmur, alır sadəcə olan xəbərləri. L'un de ses frères qardaşlarından biri, Sébastien, qui avait déjà un fils, kimin ki var idi artıq bir oğlu, Ervan adında, vient de se remarier. Qardaşının təzədən evləndiyini Noel'ə gələndə öyrənirdi. Vient de passé récentdır bu, təzəliklə baş vermiş keçmiş zaman. Təzəliklə evlənib avec Agnès oxunu deyirsən bu. Qui avait déjà deux filles. Kimin ki var idi artıq iki qızı, Agathe və Lucie adında iki qızı var idi. Ils forment, onlar formalaşdırırlar ensemble birlikdə une famille recomposée. Recomposée ailə, yəni yenidən qurulmuş ailə formalaşdırırlar. Agnès est la belle-mère d'Ervan, d'Ervanın, yəni ki Sebastian'ın oğlunun belle-mère-idir. Yəni ki ögey anasıdır. Belle-mère görürsünüz həm qaynanaya deyirlər, həm ögey anaya. Sébastien est le beau-père d'Agathe et Lucie. Sébastien da Agathe və Lucie'nin, yəni ki onun arvadının, Agnès'in uşaqlarının beau-père-idir. Yəni ki ögey atası. Ervan est le beau-fils d'Agnès. Agnès'in ögey oğludur. Lucie et Agathe sont les belles-filles de Sébastien. Sébastian'ın ögey qızlarıdır. İkisi də qızdır, Lucie də Agathe. Sébastien et Agnès attendent, gözləyirlər une petite fille, balaca bir qız gözləyirlər, yəni ki uşaqlar olacaq. Qui aura donc, kimin ki olacaq beləliklə de demi-sœur, iki ögey bacısı, yəni bir valideyn ortaq, yarı bacı da, demi yarı deməkdir. Demi-sœur et un demi-frère və bir yarı qardaşı, yəni ögey qardaşı. Yəni ki bir valideyn ortaq. Les demi-frères et les demi-sœurs ont soit le même père, soit la même mère. Deməli, demi-frèrlərin, yəni ki yarı qardaşların və yarı bacıların olur, avoir feili. Soit ya deməkdir. Ay da o kimi də elə bil. Ya deyir bir atası olur, eyni atası olur daha doğrusu. Ya da eyni anası olur. Yəni bir valideyni ortaq olur, o bizi valideyni yox. Jean-Louis fait la connaissance du fils de sa sœur Alice. Jean-Louis tanışlıq eləyir kimlə? Avec niştəni gözü dönən niştəni. Fils de tanıyır, yəni ondan tanış olur. Kimlə? Bacısı Alice'in oğlu ilə. Tu ressembles, ona deyir ki, tu ressembles beaucoup à ta maman. Sən oxşuyursan çox öz anana. Il y a vraiment un air de famille. Həqiqətən air de famille var. Ailə, air, ab-hava, görünüş. D'accord? Həqiqətən deyir, ailə airi var. Yəni ki, ab-havası var, görünüşü var. Ailəyə oxşuyursunuz. Yəni ki, bir-birinizə oxşuyursunuz və baxan deyər ki, siz bir ailəsiz. D'accord? Burada bir qeyd var. Onunla bitir. Remarque, qeydlər. Birincisi, les parents sont le père et la mère. Valideyn, yəni ata və anadır. Un parent, okey. Valideynlər burada cəmdədir. Un parent, bir valideyn, proche, peut être un oncle, okey. Un parent éloigné, la tante de beau-frère, okey. Deməli, parent proche, yəni yaxın valideyn. Məsələn, ola bilər əmi, dayı. Dəqiq, yaxın valideyn. Qohum valideyn deməkdir. Qohum. Proche, qohum, yaxın. Un parent éloigné kimdir? Uzaq valideyn kimdir? Məsələn, beau-frère'in tantı. D'accord? Bunların tərcüməsini artıq bilirsiniz. Saymaq istəmirəm hamısını bir-birdə. 2. La belle-mère signifie la mère de son mari. Bunu bildiniz. Məna verir, signifiye, məna vermək. Deməli, la belle-mère öz ərinin ya da ki arvadının, öz partnerinin anasına deyirlər. Mais aussi la nouvelle femme de mon père. Amma həm də yəni atanın təzə arvadına, yəni sənin anana yox, təzədən evləndiyi qadına da deyirlər. Bunu da bildiniz əslində. Bunu təzədən niyə qeyd edir? De même, eyni qaydada mon beau-père signifie le père de mon mari ou de ma femme, mais aussi le nouveau conjoint. Conjoint
elə partner deməkdir, conjoint. Conjoint da yəni ki, ona qoşulmuş, onun eşi, türkcə dildə eşi. De ma mère. Enfin, nəhayət, la belle-fille désigne aussi bien la femme du fils que la fille du nouveau conjoint. D'accord? Demə, belle-fille, yəni gəlin, həm deyir, oğlunun arvadına deyirlər. Amma həm də aussi bien que də bu. Yəni bu olduğu kimi buna da. Dəqiq aussi bien que bu bir bağlayıcıdır. Amma həm də deyirlər yeni konjuanın qızına. Dəqiq ögey qıza da deyirlər. Bir şey ögeylə öz yəni ögey onlar ortaq adlar. In-law deyirlər ingiliscə. Father-in-law, nə bilim, brother-in-law. Hə, həmin məsələdir, dəqiq. Voilà. Üçüncü, la famille signifie le père, la mère et les enfants, mais aussi l'ensemble des parents proches et éloignés. Ou éloignés. Ailə deyil budur, amma həm də onların ansamblı, yəni ki, bütün o parents proches, parents éloignés falan bunların hamısında bir yerdə də ailə deyirlər. Voilà, ümid edirəm hər şey aydın oldu. Hər hansı sualınız olsa rəydə soruşa bilərsiniz. Bu videonu izlədiyinizə görə çox sağ olun.